insanların özünü estetik əməliyyatlarla müəyyən formalara salması hansı psixoloji durumdan qaynaqlanır? Bu əslində özünü qəbul etməməli. Bilirsiniz, biri var türklər demişkən zorunlu olan bir məsələlər. Məsəl üçün insanın burnundan məsəl üçün Məcburi başlayaqda, ehtiyacdan olan. həqiqətən də ehtiyacı var deyək ki, həm nəfəs ala bilmir, həm də ki, tutaq ki, vizual olaraq özünü güzgüdə baxanda çox həqiqətən də böyük görünür, irsi olaraq var da, istər-istəməz nəsildən nəslə ötürülür və yaxud da uşaq vaxtı yıxılıb, həqiqətən də çox pis bir yerdən qırılıb burunun. Əlbəttə ki, o estetik müdaxilə artıq o insanın ehtiyacı var. Var ki, elə insanlar baxırsan burnunda heç bir qüsur yoxdur, amma o qədər qəlibləşib ki, standartlaşıb ki, artıq müəyyən şeylər. Deyir ki, yox, istəyirəm biraz daha balaca olsun, biraz daha filan formada olsun. Ehtiyacın yoxdur, bu ehtiyac deyil artıq. Bu özünü qəbul etməməlidir, bu kompleksdir. Yəni hətta qabırğasını götürən insanlar var ki, belə daha ekstra incə görünsün. Yəni az deyil ki, insanlar hal-hazırda həyatını itirirlər sırf liposaksiya ilə bədənini yığdırdığı üçün. Bunların hamısı əslində özünü olduğu kimi qəbul etməmədən qaynaqlanır. Yenə burada da əslində insanların bir-birini belə deyək, bir-birini qəbul etməməsindən gəlir. Hər kəsin bir standartı var, idealı var. Olduğu kimi qəbul etməmə var.